Salam mənim əziz dəyərli YouTube izləyiciləri. Necəsiz? İnşallah ki, yaxşısınız. Hamınızı xoş gördük. Çoxdandır belə geniş tortun hazırlanmağı videosu paylaşmırdım. Və sizlər üçün yeni bir tortun, sadə bir şokoladlı tortun, bananlı tortun hazırlanmağını sizlərlə paylaşacağım. Odur ki, sona kimi qalaq, videoya baxaq, dəstək olaq. Və biskvit haqqında kimin sualı varsa kanalımda paylaşmışam. Və əsas səhifədən keçib papkalarda da bir neçə biskvit haqqında videolara baxa bilərsiniz. Həmçində qaymaqlı kremin hazırlanmağını və tortumuzun hazırlanmağını sizlərlə bir yerdə həm danışa-danışa göstərirəm, həm də belə. Tortumuz dostlar, mən bu səfər özümüzə elədiyim üçün dəyişiklik olsun deyə, sadə biskvit ağ olmaq deyə az miqdarda biskvitə kakao da vurmuşam. Yəni yarım xörək qaşığında 10 qram, 5 qram və biskvitim onun üçün tam ağ deyil. Və tortumuz şokoladla qaymaqlı kremdir. Bunun hazırlanmağı da kanalımda qaymaqlı kremdə var. İstəyənlər baxa bilər. Hər iki qatımızda gördüyünüz kimi bu şəkildə bananların doğranmasıdır. Göstərirəm sizlərlə istəyənlər. Nisbətən bananı ona görə qalın doğrayırıq ki, bananın tərkibində dəmir olduğu üçün əriməsin. Olduğu ağızda bir gün qalandan sonra tort daha əriyib arasında kremdən yox olmasın deyə bananlar bu şəkildə qalın doğranmağı daha məsləhət görürəm hamıya. Və tortumuzun hər qatına bu cür şərbətləmək mütləqdir. Tortumuz quru olmasın, daha soçun olsun. Və şərbətin bu arada da hazırlanmağı qeyd edeyim ki, kanalımda, səhifəmdə, profilimdə var. İstəyənlər daxil olub baxa bilərsiniz. Tortumuzun əsas məqamlarından biridir. Hamının çox verdiyi suallardan biridir ki, mən bu cür eləyə bilmirəm. Bəziləri var, heç tortdan başı çıxmır. Şantinin adını eşidib deyir ki, yox, bu şantinin eləyib bizə alladır. Yəni, məni çoxdan daimi izləyənlər, istər TikTokda, istər Instagramda izləyənlər və daimi müştərilərim bilir ki, mən nə ərzaqlarla işləyirəm və nə cür mallarla işlədiyimi hamı bilir. Və tortumuzun sıvanmağını da qaymaqlı kremlə eləyirəm və bunu da hamımızın önündə eləyirəm. Necə eləyirəm? Sizlər də baxın, göz yaddaşınızla zamanla yavaş-yavaş tort bəziyə-bəziyə siz də bu formanı alındıra biləsiniz. Və tortumuzun bu cür formada qırağına, daraqla gedirik ki, tortumuz həm daha səliqəli olsun, həm də qıraqlarının çıxıntılarını ötmək üçün. Və tortumuzun üstü barəsində deyirlər, mən bu cür hamar eləyə bilmirəm. Fikir verin, mən tortu hər dəfə üzünü hamar çəkəndən sonra tortun bıçağını, kremini təmizləyirəm. Çünki təmiz olmalıdır ki, üstü təmiz düz çıxsın. Və bu şəkildə də həmçinin salfetkana da silə bilərsiniz. Və dostlar, bu arada da deyim ki, zəhmət olmasa videomuzu bəyənək və kanalıma abunə olmağı unutmayın ki, bu cür videolar olanda qaçırmayasınız. Və dostlar, tortumuzun üstü, gözəl izləyicilər, sadə şokolad, əritmə şokolad deyil. Bu sadəcə şokolad sousu da deyə bilərsiniz, sadə şokolad sousu da deyə bilərsiniz. Kimə necə rahatdır o cür deyim, amma sos tam başqa cürdür. Bu daha asan, bir sözlə deyim də, özümüzə elədiyimiz üçün tam eləməmişəm. Sadəcə sadə bir tort etdiyim üçün. Bunun da reseptini deyim, sonra qaranlıq məqam qalmasın. 100 qram qaymağı qaynadırsınız və üzərinə 120 qram şokolad qaynar töküb qıraqda qarışdırırsınız. Tam qarışana kimi bu halda tam soğuyandan sonra şokoladın içinə də istifadə edə bilərsiniz. Mənim kimi bu cür üstünə də istifadə edə bilərsiniz. Tortumuzun yazısı, tort özü sadə olduğu kimi yazısı da sadədir. Ad günün mübarək bu cürdə. Və daha geniş məlumatlar, daha xırdalıqları öyrənmək istəyənlər videolar həmişə bundan başqa videolarımda sona kimi diqqətlə dinləyin və sona kimi baxın ki, daha sizə videolar faydalı olsun. Və istəyənlər də
şərh bölümündə tam baxandan sonra qaranlıq qalan məqamlar olanda yazın. Zamanım, vaxtım olduqca bacardığım qədər şərhlərə cavab verirəm. Mən də sizin şərhlərinizə cavab verəcəm. Baxdığınıza görə təşəkkür edirəm. Videonu bəyənib dəstək olmağı unutmayın. Hələlik Allah amanında.